apar məni. Biz sevən iki dəli, gah küsüb barışırıq. Dərdin mənimlə nədir? Gözlərinə baxıram, xəyallara dalıram. Sən demə mən özümü əzablara salıram. Buraxma tut əllərimi, hərdən bir doy sözlərimi. Ayrılaq gəl demə mənə, yara vurma ürəyimə. Yana yana alışıram, yuxu olub qarışıram. Gör nə hallardayam ki mən öz-özümlə danışıram. Buraxma tut əllərimi, hərdən bir doy sözlərimi. Ayrılaq gəl demə mənə, yara vurma ürəyimə. Yana yana alışıram, yuxu olub qarışıram. Gör nə hallardayam ki mən öz-özümlə danışıram. Payız gəlmə evimə, nə deyim bu qəlbimə. Sən gedirəm sözünü, heç gətirmə dilinə. Ağarıbdı saçlarım, qaranlıqdı yollarım. Tək bir ümid yerim var, adınla bağlıdır yar. Buraxma tut əllərimi, hərdən bir doy sözlərimi. Ayrılaq gəl demə mənə, yara vurma ürəyimə. Yana yana alışıram, yuxu olub qarışıram. Gör nə hallardayam ki mən öz-özümlə danışıram. Buraxma tut əllərimi, hərdən bir doy sözlərimi. Ayrılaq gəl demə mənə, yara vurma ürəyimə. Yana yana alışıram, yuxu olub qarışıram. Gör nə hallardayam ki mən öz-özümlə danışıram. Tut əllərimi, hərdən bir doy sözlərimi. Ayrılaq gəl demə mənə, yara vurma ürəyimə. Yana yana alışıram, yuxu olub qarışıram. Gör nə hallardayam ki mən öz-özümlə danışıram. Teşekkür ederim Habib, hoş geldin. Sabahınız xeyir əziz tamaşaçılarımız. Buyur rahat əyləş. Mikrofonlarınız var da işte üstünüzdə hamınızın. Sabahınız xeyir olsun. Xoş gördük hörmətli tamaşaçılar. Uzaqdan yaxından bizə baxan, bizi izləyən, hər gün eyni saat, eyni vaxt ərzində bizimlə bərabər proqramımızı bizim daimi tamaşaçılarımız var ki, onlar bir buraxılışlarımızı belə keçirmirlər. Və hər birinizi salamlayıram. Hörmətli tamaşaçılar, bugün də evimizdə çox gözəl insanlarla bir yerdəyəm. Dostlarımdır. Bizim sevimlimiz Mehriban Qəmbərova. Nə olub, niyə gülürsən? Heç nə. Mən demişdi, səhər tezdən saat 10-un yarısı mənim durğuz. Yuxudan durdum ki, WhatsApp'dasan. Girib dedim, şükür, bu yatıb qalmayıb. Amma məsuliyyətini sevdim. Və o cümlədən mənim dostum Həbib Fərəcov. Xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Xoş gördük, sabahınız xeyir olsun. Ekran qarşısında əyləşən tamaşaçılarımızı salamlayırıq. Sizləri salamlayırıq. Burada bizim əziyyətimizi çəkən hər birini salamlayırıq. Var olun ki, əziyyətimizi çəkirsiniz və izləyənlər də təbii ki, onun kimi çox sağ olsunlar ki, bizləri izləyirlər. Gözəl, möhtəşəm bir gün olacaq. Bilirəm ki, buradan bütün rayonlarımız bizə baxır, Sumqayıtımız bizə baxır. Öpürəm buradan. Bütün rayonda məni sevənlər, Sumqayıtda məni sevənlər. Gəlmişdim, indi canlaşmışam, deyir ki, kəş Sumqayıta gələrdin, gəlib sən orada görərdin. Dedim, nə bildim, mən də Sumqayıtın köməyindəyəm. Yəqin ki, açıb izləyirlər. Təşəkkür edirəm. Həbib, necəsən? Çox sağ olun, yaxşıyam. Siz necəsiniz? Mən yaxşı. Mən də öz növbərində sizi rəhbərliyə, bütün komandanı, Mehriban xanımı, izləyicilərimizi salamlayıram. Dünya TV mənim üçün dəyişilməz kanalda, doğma Çox sağ ol. kanalı. Həbib, sən də, Həbib də Mehriban çox qısa müddətdə başladı, amma adam var ki, məsələn, ayda ilə bir dəfə görsənir də, bu dayanmır. O verilişdən, bu verilişə, o verilişdən. Yəni, elə bir ki, boşluğu, o ortadakı, indi bəlkə də peşman olub, mən niyə vaxtından şey eləməmişəm. O boşluğu tamamilə doldurub, yəni sükanı belə saxla. 15 ilimi boş-boş verdim də aktyorumu. Dur da.
Həm də Həbib musiqili, bizim akademik musiqili teatrımızda bilirsən fəaliyyət göstərir. İnşallah ki, həqiqətən yəni Azərbaycanda da teatr səhnəsi, kino səhnəsi çox puxtələşər, daha gözəl olar, inkişaf eləyər. Vallahi həqiqətən çox çətindir. Biz bilmirəm, büdcəmi buna imkan vermir. Nə bilim, mənə belə gəlir ki, büdcə imkan vermir. Çünki həqiqətən kim istəmər ki, keyfiyyətli iş çıxartsın? Məncə büdcədir burada. Çünki həqiqətən Azərbaycanda kino, mən öz adımdan danışıram, kino yəni o deyil də. Çox aşağı. Bir söz deyim ki, o vaxtı üzr istəyirəm, bizdə o vaxt filmlər olanda, köhnə kinolar olanda da Minda baxanda dəfələrlə baxır. Qonşu ölkədə film yox idi də demək olar. Bir dənə var idi, Kara Murad, arxa bir təpiy atırdı, 5-6 nəfər yıxılırdı da, fantaziya. Bəli, bəli. İndi maşallah, onlar Hollywood dərəcəsinə çatıblar. Seriallar, bizdə məsəl üçün filmlər, 2010-cu ildə Samir Qulamı buradan salamlayıram. Müasir dövrün serialından, demək olar Banisidə, Küləklər şəhəri serialından başladı. Orada başrolda sən idin də? Mən sonun başlanğıcındaydım. Bir də Canavar Qoxusunda başrolda oynayırdım. Bir də Salamlayıram Elçin Məmiyevi Boyunbağı serialında başrolda oynadım. Canavar Qoxusu filmində, sonun başlanğıcında, Toy Gecəsi, Həyat Səninlə Qəribəsən, Qar Dənəsi, Kölgə Möhürnamə, Qaragöz çox. Baxsın ki, o deyil də, yəni həmin. Yox, yaxşı başladı. Dövlətimiz də sağ olsun, var olsun. İldə serial kinonun inkişafı üçün qəşəng məbləğ ayrılırdı. Amma yenə də gəlib çatmırdı, aktyorlara çatmırdı. Belədir. Bilmən sənin işlərin... Ondan sonra üzr istəyirəm, get-gedə çatan əlinə bir dənə kanon aparatı aldı. Düşdü ki, serial çəkirəm. Serialı ilə də bərbad vəziyyətdə baxdım ki, 15 il keçib də sənəti dəyişmək lazımdır. Lazımdır. İnkişaf eləməkdənsə... Bəzi rejissorlar da var ki, həqiqətən bəzilər, hamısını demirəm, çox yalancıdır. Aktyorların, aktrisaların haqqına girirlər. Yəni çox da, mən tanıdıqlarım da çoxdur. Bəli. Ona görə deyirəm, yəni tanımadıqlarıma mən şamil etmirəm təbii ki, bunları. Məsəl üçün, bir dənə seriala çəkilirsən, illərimi sərf eləmirsən də. Mən də, yəni mənim demək heç çox xoşlamıram. Həmişə mən belə öz üzərimdə işləmişəm. Bilirsiniz, yoxsa 14 il karate vuruşmuşam, dəfələrlə çempion olmuşam. Karate 14 il vuruşmuşam. Öz üzərimdə həmişə işləyirdim formada qalmaq üçün. Yəni kurslara baxırdım, məşq edirdim ki, serialda oynayırsan, bir deyirsən ki, məsələn, kimsə sənə fanat desə pis çıxardı, izləyici kimi baxır həsrətdən. Sabah baxırsan, səndən bir yerdə oynayır. Bu, hardan gəldi? Gəl, rejissor 300-400, 500 manat hörmət, mən də çəkildim. Yolla keçin, tamam, aydındır. Şunu məhv olub gedəcəkdi. Aydındır. Çox şeylər var. Danışacaq bu barədə, Bruce Lee müəllim. Demək, Mirvan, sənin işlərin necə gedir? Şükür Allah'a. Biləm, anangil baxırlar bizə, atam-anamı buradan xüsusi salamlayıram. Anamı bilmirəm, yəqin ki, anam işdədir, atam da buradadır. Atan buradadır? Atam aşağıdadır. Deyərdin o da gələrdi də buraya evimizə. Evdəkilər evimizə. baxarlar yəqin ki. Niyə qalxmadı yuxarı? Hara? Bura. Verilir. Görüb bir çay içərdi, şəfaq. Ay, gedin kişinin çayını gəlsin. Yox, gələsidir. Niyə? Yox, gəlməz. Mirvan, danlayırsan atanı, heç məsələn nə mənada? Kefdiyim. O boyda, dağ boyda kişini qoymuşsan, oturub aşağıda. Gəlsin burada çayımızdan işin. Yaxşı, efirdə görsənmir. Orada deyil, şəfə tək qalıbdır. Oturaq çay içərlər orada, bacı qardaş kimi. Çalaqçısan dən. Əziyyətimi çox çəkib, həqiqət. İndiyənə bu qədər böyümüsən, yenə də bax, görsən dalıncan sürür. Valideyn belədir də. Həm də Samir, valla mən maşın sürməyi sevmirəm. Bilirsən də, sürə də bilmirəm açığı, heç sürmürəm də. Heç o qədər şeyim də yoxdur ki, yəni örgənəm. Yuxudan durquzmuşam, gedəyim, mən apar, gözdə. Buradan sonramdakı, yəni bugün bütünlü günü qaça-qaç, qov-qov. Səndən də çıxıb. Həmkarımız Nanə xanımdır. Bəli, Nanə xanımın verilişindəyik. Buradan izləyənlər, axşam da bizi izləyin. Gözəl, möhtəşəm bir veriliş olacaq inşallah. Yeni mahnıların var deyəsən. Yeni mahnılarım çoxdur. Çünki klipdən görüntü, klip idi yoxsa fotosesiya idi, haradasa qabağıma çıxdı belə Fironların o geyimində, kecimində, Kleopatra bilmirəm, harada çıxıbdı, yalandan danışaram, bilmirəm, nə bilim, kliplərim də çoxdur, mahnılarım da çoxdur. Axırıncı nə iş eləmişsən o axırıncı heç nə, mən o gün həm tərifləyirdin, burada deyirdin, çörəyi vermirsən. Axırıncı elə oldu. Qızışdırdın kişi gördüm, qızışmadı, sönüb o. Salamlayıram buradan.
Valla mənim qabağıma çıxdı. Hə, o fotosessiyadır. Belə deyəndə deyirəm düz görmüşəm də. Hə, fotosessiya. Yəqin başqasını görmüşəm, oxşatmışam. Yox, mənəm, prosta fotosessiyadır. Məncə elə bir klip çəkdi. Nadir Qafarzadənin illər öncə elə bir klip olub. Qəşəng yaraşır ona. Hə, çox qəşəng yaraşır. Mika ilə geyindirib sənə. Mika geyindirib, buradan salamlayırıq. Biz də salamlayırıq. Bildim ki, onun əl işidir. Hə, Tağı müəllimdən buradaydıq. Mehribanovun bir mahnısını oxuyacaq. Açılır, bax, mən sənə bir söz deyim, düzdür. Tağı müəllimi buradan salamlayırıq. Öpürəm, bağrıma basıram. Açığı, bilirsiniz, Tağı müəllimə mən zəng vurdum. Salih oğludur. Tağı salam. Mən zəng vurdum, dedim bir mahnınız var. Mən onu oxumaq istəyirəm, icazəniz olarsa. O da qayıtdı ki, yəni oxu, problem deyil. Sonra mən mahnını açdım. Onu mən oxumamışam, onu salamlayırıq. Seymur Məmmədov da oxumuşdu. Səndən sonra oxuyub Seymur Məmmədov? Yox, elə mənlə eyni oxumuşdu, prosta geç çıxartdı o. Hə, geç çıxartdı, çatdıra bilmədi, belə deyək klipin falan. Mən çıxartmışdım daha doğrusu. Demək, mahnıya qulaq astım. Əslində mahnı qəşəng mahnıdır, şirin mahnıdır. Sadəcə olaraq orada sözlər hansısa bir uşağa həsr olunub da, bildiyin necə? Bir dənə nəqarətdə tutacaq bir kəlmə var, odur. Allah qızım bir danədir, dürdanədir, taleyi qisməti, belə bir şeydir də. Hə, yəni deməyim odur ki, gördüm sözlər, buna öncə kuplet lazımdır da, yəni... Siz tamam dəyişmişsiniz onda. Mən orada ümumiyyətlə dəyişmişəm. Bir dənə kəlimə qalıbdır, Allah. O da onda onların deyil ki o mahnı. Musiqi də İran musiqisidir, şeydir də, Cənubi Azərbaycan mahnısı. Bəli, İran musiqisidir. Valla buradan inciməyən də biz nə xoş ki Tağı müəllimi sevirik, nə xoş ki biz onun mahnılarını Tağı müəllim, onun üçün sizə adiyyəti yoxdur ki orada. Onu deyirdim ki... O qədər şeirlər var, milyon dənə şeirlər, hamısı bir-birini oxşuyur. Hə, yəni mən deyim ki, səni ekrandan izlədik, mamamgil, qohumlarımız, bilirsən də səni nə qədər çox istəyirlər. Sonra istəmədilər? Yox, bilirsən nə dedilər? İstəyirsən inan, istəyirsən inanma. Qartlar dedilər ki, hər gün səhər gedəndə dost deyir, canım deyir, dostum deyir, dostunla düşməni tanı. Belə deyirlər. Bəzi onda çıxardanda bil nə danışırsan, nə qayırırsan, qurban olum. Mehriban, demişsin ki, Tağı müəllim, o cür çörəkli mahnını ağzından çıxardı bilmirsən. Mən həqiqəti bilmirdim axı. Həqiqəti bilirsən, bir qana niyə o sözü deyirsən ki? Mən indi bildim ki, ümumiyyətlə sən o şeirə ki, əl vurmamısan. Bircə dənə cümlə götürmüşsən orada. Əslində Seymur cümləni də ki, yəni Allah sözüdür də, qurban olum Allaha. Bütün şeirlərdə var da. Xoşuma gəlib o kəlməni orada mən boynumdan atmıram ki, götürmüşəm. Orada bundan sonra da məsəl üçün yazar da mənə heç nə deyə bilməz. Çünki mən yazarın heç bir sözünə dəyməmişəm. Oturun yeri vizyonda. O birisi mahnımızda xeyirli olsun, Ağmaşın. Hə, o sağ olsun. Qəşəng mahnıdır. Hə, onu oxumuşam, Papuridə oxumuşam. Papuridə oxumuşam, Papuridə 4-5 dənə mahnıdır, içindən bir dənə o sevildi. Trendə düşdü. Gördüm, maşında oxumuşdunuz. Əla mahnıdır. İndi Mehribanın ifasını təqdim edəcəyik, ardınca reklam blokuna ayrılacaq tamaşaçılarımız, çünki ekran qarşısından çəkilməsinlər. Elə o mahnını təqdim edək də, Emin. Yeni mahnı o mahnıdır. Ardınca əziz tamaşaçılarımız reklam blokuna ayrılırıq və bir kəlmə deyim əzizim Emin. Sən anan da, atan da və yaxud ətrafda, nə bilim kimsə də nəsə danışa bilər, nəsə deyə bilər. Onların bizi yaxına, incikliyin mənə bilər. Sən mənim ən azından içimi bilirsən də. Sən bilirsən də mənim ilk verilişim sən olmuşsan. Bəli, içimi bilirsən də sən mənim. Yəni həyatda ilk dəfə efirə çıxanda, ilk dəfə sahib verilişinə çıxmışam. Damla, Yeganə Mürsəlova, Bahar Lətif qızı, Mehriban Qəmbərova, Nəfəs, ondan sonra Şəbnəm Tovuzlu, Vəfa Şərifova, günlərlə Yusuf Mustafayev məni yığıb, o gündə həmkarım Zaur Nəboğlu'nun proqramında bu barədə, indi yeri gəldi deyirəm, nə bilim, mənə efirə dəvət edirdilər, zəng burayla oranı birləşdirmək istədim, sən Allah, mən belə söz-söhbətlərə qatmıyım, yəni fakt belədir də, bizim müğənnimiz Şəbnəm xanım Tovuzlu, bəli, mənə dedi, mənə də gözəl bir hədiyyə almışdı ki, bəs dostumuzdur, Vəfa xanımı efirə çağır, amma ondan qabaq da dəfələrlə Yusuf Mustafayev demişdi mənə. Yəni, burada nə var ki, kimisə efirə çıxmağı, kim dost deyər adama, tanışın deyər ki, məsələn, Həbib yaxşı olanı bir dənə efirə çıxar. Mən o qədər aparıcılarımıza, burada yəni nə var ki,
Hamı elə göydən birbaşa efirə düşməyib ki, kameraların Hə də elə hamı müğənni olmayıb ki. Hə, vasitəçilər olub da həyatımızda, Samir, amma onların bir da... söz deyim ki, sənin verilişin olmağına görə demirəm. Ha. Sən verilişin Rusiyada, bölgələrdə sən necə sevilir? 15 ilin proqramıdır, izləyilir. inşallah bir 15 ildə üstünə gəlsin. İnşallah. Yəni sən mənim içimi bilirsən də ən azından. Hər kimi bir kimi bilirsən. Heç kim bilməsə də sən bilirsən xarakterimi. Bəs elə ona görə də səni qınayırlar da. Sən də qınayanda deyirən ki, Kökündən bunu. Deyirəm, çörəyi Mehribana niyə vermirsən? Ay, Ya Mehriban sən işte. inanırsan. Bax o günlərin Manaf Ağayev məndən inciyib. Hələ barışmamışıq, bugün yeri gəlmişdən ad gündür, gedib orada barışacağam. Təbrik edirik burada. Allah Sonra Telli Borçalı, əməllici məndən danışmırdı da. Yaşlandıqca deyəsən. Bu Mehriban xanım incimişəm mahnısından maşallah çörəyə qurban Danışacağım, olduğum hə, o yetirib da- ona. Ondan sonra nə oxsa da Elə çörək var. incimişəm onun şəxsiyyət vəsiqəsidir. Dur Mehriban, səndən bir ifa təqdim edək, ardınca reklamlara ayrılaq. Allah, Allah, güzel yaratırsan beni, güzeller güzeliyem. Olmaz, olmaz, mənə benzer şirinem, çok şekerem, nazlı biriyem. Allah, Allah, güzel yaratırsan beni, güzeller güzeliyem. Olmaz, olmaz, mənə benzer şirinem, çok şekerem, nazlı biriyem. Edalıyam, nazlıyam, mənə xoşdur razıyam. Bəxtə verdi o insan, onun alın yazıyam. Edalıyam, nazlıyam, mənə xoşdur razıyam. Bəxtə verdi o insan, onun alın yazıyam. Allah, Allah, güzel yaratırsan beni, güzeller güzeliyem. Olmaz, olmaz, mənə benzer şirinem, çok şekerem, nazlı biriyem. Allah, Allah, güzel yaratırsan beni, güzeller güzeliyem. Olmaz, olmaz, mənə benzer şirinem, çok şekerem, nazlı biriyem. Güləm mən, çiçəyəm mən, dünyaya bezəyəm mən. Göydən yerə enmiş huriyəm, mələyəm mən. Güləm mən, çiçəyəm mən, dünyaya bezəyəm mən. Göydən yerə enmiş huriyəm, mələyəm mən. Allah, Allah, güzel yaratırsan beni, güzeller güzeliyem. Olmaz, olmaz, mənə benzer şirinem, çok şekerem, nazlı biriyem. Allah, Allah, güzel yaratırsan beni, güzeller güzeliyem. Olmaz, olmaz, mənə benzer şirinem, çok şekerem, nazlı biriyem. Allah, Allah, güzel yaratırsan beni, güzeller güzeliyem. Olmaz, olmaz, mənə benzer şirinem, çok şekerem, nazlı biriyem. Allah, Allah, güzel yaratırsan beni, güzeller güzeliyem. Olmaz, olmaz, mənə benzer şirinem, çok şekerem, nazlı biriyem. Davam edirik tamaşaçılarım. And ol Allaha, mən yol gələ-gələ onu fikirləşirdim. Deyirdim, ay Allah, belə şikayətim yoxdur. Şükür Allaha da, sən özün bilirsən. Oradan buradan məclis təbrizat may ayı biraz boşluq aid da. Ümumiyyətcə,
O günləri kimlə danışırdım ayala bizim müğənnilərimiz? Sən də bir toy eləməlisən. Hə, çünki elə qazandığım ancaq ad günləri, məclislər, toylar. Bu ayda dəhşətdir. Mən vəbçi ümumiyyətlə Elə bir hamı bu ayda Martdan doğulur. keçib, Martdan keçən, hələ Martda demirəm də. Martı keçəndən sonra qardaş qurban, aprel ayı Padriat ad günü. Ad günləri, yubileylər. May ayı Padriat ad günləri, yubileylər, maşallah bəli, olsun. maşallah Allah buradan olsun. Allah- getdiyimiz bütün ad günlərində olanların cansan. Mən çox istədiyim adamların hamısının ad gününü Hə, gedirəm. bilirəm. O günlərdə gördüm, Hə. bir məclisdə idik. Gəlirsən, düz eləyirsən. Məsələn, getmək yaxşı şeydir, amma o hamı ardıcıllıqla eyni aya salanda da biraz şey olur da, adama yük olur. Sən amma keçirməmisən özünə heç vaxt ad gününüzə, deyilmi? Yoxsa keçirmisən? Yox, keçirtməmişəm, amma inşallah ki, bu il keçirdərəm. İstəyirsən keçirdəsən? İstəyərəm. Nə bilim, mən sevmirəm ad günlərini. Çünki heç ümumiyyətlə sevmirəm ad günü. Niyə sevinəsən? Əslində qocalırsan, bir yaşda qocalırsan. Yaşlanırsan, yaş gəlir. Əslində sevindirici bir hal da deyirlər, yəni deyim Hə, ki. həqiqətən. Biraz uşaq vaxtı olanda xoş deyir Uşaq ki, vaxtı adam sevinirdi. sevinir ki, ad günüm olacaq, hədiyyələr verəcək. Amma heç marağımda da deyiləm. Ad günündə heç belə tutarlı hədiyyən olub, gözləməni, sevinmirsən ayda. Tutarlı hədiyyə bilsən nədir? Ev, maşın. Hə? O da olmayıb, yox. Olmuyor? Yox. Durdun 2 hədiyyə var. da, İnşallah tutarlı. Allah Taala ruzu bərəkət yetirsin. Özüm öz ad günümdə inşallah özümə gözəl bir ev alım. Varımdır da, evin cəmaat elə bilər evsiz eşiksiz sən. Yox da indi olsun da, niyə olmasın ki? Şəhərdə yoxumdur da evim, bilirsən. Ora haradır? Şeydir, Kətdə də. Amerikadır. Mən kətdə yaşayıram. Mən kətdə O bir yaşayıram. gözəl evin sağlığına qismət olsun. Əladır, qəşəngdir. Həbib, Aycan, sən orada yaşayırsan? Əcəmdə. Əcəmidə. Öz evində yoxsa kiraya qalırsan? Özümüzdə. Öz evində, hə? Özümüz ailəlikçidir. Ailəçən kim var ki? Bir Mamam, ananda bir qardaşım, sənsən. qardaşımın ailəsi. Qardaşın da, Rahat deyin, qardaşımın ailəsi. Biləm. Belə. Amma şəxsi ev alıb daşınmaq istəyirsən harasa, həbib? Çıxınsa. Daşınsam mənə kim baxacaq? İndi mənim qulluğumu tutur. Bəs ailəli olanda harada qalırdın? Onda ayrı yaşayırdım. Hə, Onda ayrı yaşayırdın. eşitmədim, ayrılmısan. Hə, ayrılıb. 13 il bundan qabaq, indi subaydır. Bunu Allah özün xoşbəxtlər evləndirəsən. toyuna gəlir. İnşallah, O inşallah. qədər elə evlənmə fikrim yoxdur. Dur da. Belə yaxşıdır. Yox, niyə? Mənə elə gəlir ki, mənə belə gəlir ki, 30-dan sonra qərarım dəyişib ha. Əvvəllər elə deyildi. Deyildim. 30-dan sonra belə qərara gəldim ki, həqiqətən insana yaşlandıqca, zaman keçdikcə insana həmdəm lazımdır. İndi anam var, Allah can sağlığı versin, ömür versin, qulluğunda durur. Vallahi birazdan sonra biraz da yaşın keçsin, keçəndən sonra müağrılar başlayır, problemlər Bu başlayır. tapacaq, bu həbib desə qulluğunda Yox, duran. bir söz deyim ki, Yəqin ki, var belə rəsmi deyil də. Rəsmi Sami deyil bəy, hələ. Yenə başladı. insan nə Var, üçün var. evlənir? Bilirəm, amma bütün günü telefon əlindədir. Üzr istəyirəm. Cavan oğlan da ola bilər. Hə, yəni rəsmi deyil də. Bir şeyi rəsmiləşdirəndə Sən bir qurban dadı olacaq, duzu laf sən qaçar. mən babnik elədin bütün gün. Yo, o telefon mənada demirəm. Elə bir ki, dadı duzu qaçır, hə, Mehriban? Yox, niyə? Rəsmləşəndə məsələ. Məncə yox. Yox? Yox, əgər əsl sevirsənsə, əsl istəyirsənsə, ömür billah ilə dadın duzun yerində qalacaq. Bu da Mehriban. Yox, mən bir söz deyim ki, insan ailə qurur ki, birinci növbədə övladı olsun. Düzdür? Şükür olsun Allaha bir dənə mələyim var. Var. 14 yaşında o da vokalisti, incə sənət gimnaziyasında oxuyur. Bir müddət ona görə düşündüm ki, ailə qurmayacağam, travma olar ona. Çünki bir tərəfdən travma yaşadı. İkinci travmanı mən ona vermədim. Söz verdim ki, ona qızım, heç vaxt ailə qurmayacağam. Qurmadım da. O da istədi də. O mənə dedi ki, sən ailə qursan, mənim ürəyim partlayar. Başqasının atası olasan. Qızlar elə olur. Mən həyatımı ona qurban verdim. Bugünkü gündə 10 üçün yaşayıram mən. Travma niyə yaşadı? Deyir ki, yəni ailə qursan Yox, da. anası ailə qurdu. Ayrılandan sonra, hə. Məncə normal bir şeydir. Yəni Ola anası da bilər, cavandır. bəlkə də normaldır. İndi öz həyatı Uşaqdır da, uşaq heç vaxt istəməz Allah ki. xoşbəxt. Uşaq mənə çox bağlıdır. Hə, uşaq heç vaxt istəməz ki, atası ilə anası ayrı olsun. İndi deyirəm ki ona ki, qızım böyüyəndə indi mən qocalanım mənə kim baxacaq? Deyir ki, mənim evim olacaq, bir otağın sənin üçün ayıracağam. Qulluğunda da ayıracaq. Qulluğunda da duracaq. Qız övladı necə atanı çox istəyir. Düzdür. Kim böyle baxıbsa halal olsun yəni. Yox, Həbib Niyə də yaxşı ki baxmalı. olmamalı. Onun üçün yaşayıram.
Şudur. O belə pis çıxmasın. Yəni nə istəyirsə ona yoxdur da. Sentyabrda ad gün idi. Telefonun işlətdi Novqodda, dedi ki, istəmirəm iPhone 16 istəyirəm ki, 16. Valla bu maddiyyat yox. Elə ata maddi, kimi yanında mənəvi, durursansa, o yəni. deyir, biz yəni bütün fikri bunda cəmləşdirirəm ki, mən həyatımı ona qurban verirəm. Maddi mənəvi sevgisini ayırmayıb da uşaqdan və salam buradan nə var Yəni ki? hazırlıqlarıdır, maraqlanıram, yəni sürücüsü aparır, dərsə gətirir. Tez-tez müəllimlərlə Benim ata maraqlanıram. belə olmalıdır da, amma ata da var ki, ümumiyyətcə övladından xəbəri yoxdur. Bilmir o Həftə sonları gəlir bizdə qalır. Amma ki, belə incə sənət gimnaziyasında oxuyur, nənəsi indi evi məktəbin yanındadır. Sən ata var ümumiyyətcə maraqlanmır. Buradan üzümü tuturam o kəslərə. Həqiqətən uşaq valideyn heç vaxt anasını, atasını seçmir. Mənim atam filan kəs olsun, mənim anam filan kəs olsun. Ola bilər. Lap anam pisdir, lap atam pisdir. Onsuz da bu dəqiqə ayrılan 2 dənə söz deyir də, özünüz bilirsiniz. Deyir, buna görə ayrılmışam. Kişidən soruşsan, niyə ayrılmışsan? O eyni cavab verir. Qadından soruşsan, niyə ayrılmışsan? O da eyni cavab verir ki, filan şeydən Bir də ki, ayrılmışam. valideyn elə valideyn olmalıdır ki, onun uşağı heç vaxt deməsin ki, kaş mənim atam filan kəs olaydı. Bəli, olmamalıdır. Yəni, uşaqlarımıza baxın da, adam var alimenti də vermir. Dövlətin kəsdiyi alimenti belə uşağını əsirgəyir. Mənə də çatmır da. Bir dənə mənə o çatmır. Mən ətrafımda çox insanlar var ki, dava eləyirlər ki, alimenti vermədi. Mənə maraqlıdır ki, sən evladınla bir yerdə olanda, ondan sonra evli olanda, sən bu uşağa baxmırdın, bu uşağa yemək alıb gətirmirdin. Lap heç işsiz yox ha, yəni normal ailədən danışırım, indi ayrılıblar da. Sən buna yemək almırdınmı, içmək almırdınmı, paltar almırdınmı, geyim almırdınmı? İndi sən, bu evlad sənin evladındır da, sənin uşağındır. Səndən... Benim həyat yoldaşın uşağına verib aliment vaxtında. Valla açığın deyim ki, bu barədə danışmaq istəmirəm. Qızım çünki yeni yetmə devridir, ona görə istəmirəm belə şeylər mənim üçün xoş deyil. O nə verirsə mənim üçün fərqi yoxdur, mənə vermir, o uşağına veribdir. Amma verib? Verib dərkən, yəni də belə. Yəni belə. Mən bilirəm ki, bilirsən nəyə görə bilirəm? Mən bilirəm ki... Uşağına baxsa ondan daha yaxşı olardı da, mən elə gəlir. Mehriban, əziz tamaşaçılarımız. Bəzən özü efirdə danışır, kimlərsə elə bilirlər ki, kimlərsə, mən həmişə haqq ədalət tərəfində olmuşam da, kimlərsə elə bilirlər ki, düzdür, elə müğənniləri var, o şansa bağlıdır. Heç nə, o gecə yatır, səhər deyir, gedib 2 dənə mahnı alıb oxuyacaq, ondan doğrudan belə bağırsan, ulduz olur. Amma səs yox, sənət yox. Ola bilər ki, məsələn, tutub da, məsəl üçün, sima tutub, nəsə tutub axırı, o müvəqqəti bir şeylərdir da. Amma sonuçda yenə sənət qalır ortalıqda. Amma mehriban, mən deyir, Allahın şahidi mənəm. Yəni, ikinci bir şahidə ehtiyac yox. Mən bilirəm ki, mehriban hər gün rayonlara təpik döyüb, rayona gedib, gecə getmişəm, Samir, sağ ol, bunları deyirsən. Gedib, qayıtmışsan və canlı oxuyub. Getdiyim vaxtlarda da boş dayanmamışam. Gecə gündüz patbrisin qabağına dəftəri qoyub, getdiyim yerdə də yazmışam, qayıtdığım yerdə də yazmışam. Bilmədiyim şeyləri öyrənmişəm. Elə olub ki, mənim zamanım olub. İndi bəziləri çıxır, qayıdır, deyir ki, mən öyrətmişəm. Sən yaxşı öyrətmirsən, Allah canını sağ eləsin, Allah balalarımı xoşbəxt eləsin. Amma mənə Allah şahididir ki, otururdum evdə, bax, barmaqlarımı buraları quraraq, indi YouTube var, o vaxtı biraz kasatlıq idi, fikirlərimiz o da ölüydü, başımız o çıxmırdı da, yəni mən müğənniliyə başladığım zamanlardan danışıram. Çoxdan oxuyursunuz? Çoxdandan oxuyuram. Bütünlü gecəni yazırdım, dəftər alırdım, kimlənsə gedirdim də, bu qalınlığında dəftərlər verirlər ki, get yaz. Belə eləyirdim, görəsən Allah, bu nə üstündədir, başım çıxmır axı. 3 nəfər də müğənni tanıyırdım, 3 nəfər. Demək, buna yığırdım, işdən gedirdiksə saat 10 idi, 11 idi, gedirdi restorandan evə, yığırdım onu, deyirdim ki, bu məsəl üçün deyirəm, bu dodağına gülüş qonub, bu nə üstündədir, deyirdim, yazırdım məsəl üçün şur üstündə də, düzdür. Bu birisini yazdırdım dalbadal, özümü uyğunlaşdırırdım, gördüm bu bunun dalıncadır. Sonra üstündən utanırdım, həmən adama yığırdım o birisinə. Dalbadal 3 saatın, 4 saatın içində bunları bezdim. Qurbanım, bir də yığırdım bir səni. Yəni, belə mən əzbərləmişəm. Allah təala sən əziyyət çəkmirsən.
Yəni kimsə deyir mən öyrətmişəm, mənim haqqım var. Xeyr, işimi görmüşəm, belə çıxmasın, pulumu vermişəm. Mənə Allah haqqı toyda qoymurdular muğam oxumağa. Toyda muğam oxumağa qoymurdular ki, sən muğam oxuya bilmirsən, otur yerində. Başa düşdün? Amma deyirdilər ki, dur toyu biç. Ki, sən toyu Çünki qəşəng pul var axı oxuyursan. orada. Hə, niyə başa düşə bilmədim? Niyə mən toyun başlanğıcında sənət göstərməməliyəm? Niyə mən insanlara özümü göstərib, insanların yaddaşında o qalmamalıyam ki, mən bunu da oxuya biləm. Məni qoymurdular da, başa düşdün? Amma mən dirəşirdim, oxuya bilsəm də, oxuya bilməsəm də. Müğənni odur ki, oxuya bilməsə də, özünü öldürə-öldürə, döyə-döyə bunu öyrənib, onu ərsəyə gətirmək. Mən demirəm ki, mən muğamı əzbərdən bilirəm, dəstgah oxuyuram. Yox, şur muğamı oxuyuram, seygah oxuyuram. Ürəyim istəyəndə bu günləri müğənni durub, mahur oxuyarsa, cahargah oxuyarsa, düşərəm ondanlı, onu da oxuyuram. Çünki Allaha qurban, Allah Taala elə bir, nə bilim, mənə suluq verib ki, vallahi onların hamısını mən özüm öyrənmişəm. Bir Allahım şahiddir. Əgər kimsə məni öyrətsə, Samir, kimsə məni öyrətsə, kimsə mənə həqiqətən əziyyət çəksə, mən onu tam ürəklə deyirəm də, heç vaxt kimisə haqqını itirmərəm. Həyatı boyu itirmərəm. Mən müğənniliyə başladığım bir gündən ona da sərf edib deyəm. Məsəl üçün, salamlayıram buradan, məsəl üçün, Zəngilandan olub, oğlan sintetizator çalan idi. Məsəl üçün, onun yanında gedib gəlirdim, başladım musiqini... Sən dayanmırdın axı, restoranlar... Dayanmırdım, mən bütünlü sutkan oxuyurdum. İndi məsələn otura bilərik, Mehriban elə belə o Azərbaycandan vaxtları... Buradan salamlayıram. Restoranlardan yığılmırdı. Buradan salamlayıram Tərgül Bərdəlini. Demək, restoranda getdim, onunla tanış oldum. Dedim ki, hələ heç toy bilmirdim. Toy nədir? Toyda necə oxuyurlar, nətər oxumurlar, onları bilmirdim. Amma çox diviziyoniyalı müğənni idim. Hədsiz dərəcədə hər yerə götürürdülər. Tərgüllə yaxşı qızdır. Hə, o üçün getdim Tərgüllə tanış oldum. Gördüm Tərgül gözlərim belə eləyir, ancaq muğam oxuyur. Başladım ondan muğamı, o oxuyur. O mənə gəlib öyrətməyib. Burada Allah var, Tərgül də baxır. Allah balasını xoşbəxt eləsin. Yəni pulun qazanmaq üçün oxuyurdu. O pulun qazanmaq üçün oxuyurdu. Amma mənim əlimdən tutub mənə deməyib ki, Mehriban, gəl bu muğamı sənə öyrədim. Heç açığı deyim, mən də özümü sındırıb ona demirdim ki, mənə bunu öyrət də. Başa düşdün? O oxuyurdu, otururdum bütünlük belə eləyirdim. Tərgül də yaxşı oxuyan. Mənə bax, belə eləyirdim. Otururdum, o qədər hər gün eyni muğamı oxuyurdu, beynimə qazıyırdım onu. Başa düşdün? Yəni, mən belə-belə öyrənmişəm hər şeyi. Yoxsa kimsə mənə gətirib öyrədim, elə bir şey olmayıbdır. Bizim sponsorlarla bağlı şifahi məlumatımızın vaxtı, zamanıdır. İzləyək əziz tamaşaçılarımız. Bu arada artıq telefonlarımızı da görürsünüz. Nəsə ürəyiniz istəsə yaza bilərsiniz bizə. Nömrələrimiz aktivdir. İzləyək şifahi məlumatımızı. Milan VIP Hospital, Agromal Özbəkistan məhsulları və Doktor Seyfəddin Klinikası bizimlə bərabərdir. Təşəkkür edirəm hər birinə. Hörmətli tamaşaçılarımız, proqramımızın baş sponsoru Milan VIP Hospitalıdır. Bilirsiniz ki, Milan VIP Hospitalında xüsusi aparatlarla müalicə həyata keçirilir və bütün xəstəliklərlə bağlı robot test müayinəsi məhz Milan Hospitalındadır. Bugün Milan Hospital ölkəmizin ən qabaqcıl klinikaları sırasındadır və Milan Hospitalda stasionar şöbə də fəaliyyət göstərir ki, yatış üçün də xəstələrimiz o şəraitdən yararlana bilərlər. Digər sponsorumuz Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən Agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin Klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Hərzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin Klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Davam edirik əziz tamaşaçılarımız. Həqiqətən reklamlarda da maraqlı temalar.
Amma heyf ki, mən, məsələn, başqa aparıcı olsa, onun dəqiqə gətirər tamaşaçıların gözü qabağına. Mən heç vaxt bizim özümüzə aid, özümüzün aramızda olan söhbəti keyfimiz açıldı amma həqiqətən. Keyfimiz açıldı. Həqiqətən keyfimiz... Məzələ əhvalatlar. Hə, məsələ əhvalatlar. Bilməm, onlar danışdan doğrudan, bildiklərimi danışdan yer-yerindən oynayar. Sevinsin də, sevinsin ki, danışmıram. Ümumiyyətlə, Susuram. ola bilər haçansa danışasan. Mən demişəm də, mən ümumiyyətlə haqqımda danışsalar, kimsə danışsa, bundan sonra əlbəttə ki, deyəcəm də, o tərəfə keçəcəm də, heç zapda olmayacaq da, yəni konkret olaraq. Yəni, o məsələndə danışacaqsan. Hər şey. Vecmə də olmaz. Özünü öldürərək onu danışsan. Nağara bilərik də. O gün mən saç-baş qaldım. Sonra reklamda mənə danışarsınız. Nə məsələdir o? Tərlədim həqiqətən. Ona görə də bu qızın quyruğunu tapdalamayın, xahiş edirəm. Hörmətli, bundan gündəmə gəlmək istəyənlər. Təranə Qumral bir dəfə mənə telefonunun yaddaşını yerə, biz dostuq Təranə xanımla. Salam verək buradan. Mən çox istəyirəm. Dedi, Samir, bax, bilirsən, deyir, mənə niyə heç kim quyruğumu tapdalaya bilmir. Mənim, deyir, telefonum arxivdir. Bircə dənə bu şəklin bir dənəsini, elə bilir ki, cəmaat ona işdir. Bir dənə bu şəklin birini elə paylaşsam, bu kifayətdir, hər şey deməkdir. Ondan sonra deyir, görsən, ona görə mənə deyir, diş atırlar, dişləyə bilmirlər. İndi də mehriban, boğazım qurudu həqiqətən. Ehtiyatlı olmaq lazımdır, hörmətli sənət dostlarımız. Yəni, həqiqətən ehtiyatlı olmaq lazımdır. Mən reklamda bildim ki, bu sənət adamlarının 90%-nin aşıbqası varmış Mehriban xanımın yanında. Ehtiyatlı olsunlar, həqiqətən. 30-40%. Yox, estağfurullah, əlbəttə ki. Yox, bilsin, səhvsiz insan yoxdur. Yaxşı saxlamısan yolları telefonunda. Bax, səhvsiz insan yoxdur bu həyatda. Səhvsiz, heç kim deyə bilməz ki, mən həyatda səhvim yoxdur. Sadəcə olaraq, bilirsiniz necədir? İnsan gərək həyatda səhvin olsa da, onları keçmək lazımdır da. Bəzi ağzımın zaftası olmaq lazımdır ki, Zafta biz tərəfin sözləri, Füzulilərin. Füzulidən sənsən? Bir tərəfim, yəni ana tərəfim o tərəfdəndir. Özün də oralısan, Füzulidənsən. Yox, Füzulidən deyiləm mən. Mən Füzulidən deyiləm. Zafta nədir ki? Buradan Füzuliləri salamlayıram, təbii ki. Pis çıxır, elə deyirsən də. Yox, deyirsən ki, mən sənin nədənsə Füzulili bilirəm. Səndən Füzuli qoxusu gəlir. Bütün Qarabağı salamlayırıq, bütün Füzuliləri salamlayırıq. Anam tərəfi oralıdır. Ona görə torpağımın iyisi gəlir də bundan. Atam tərəf bir tərəfi Ağdamlıdır, bir tərəfində Beyləqan. Yəni belə. Beyləqanla Füzuli də Qarabağlısınız. Aralarında 10 dəqiqəlik yol var. O tərəfdən də Ağdam Füzuli eyni. Amma səndən Füzuli torpağının iyisi gəlir. Məndən Qarabağ iyisi gəlir. Qarabağ iyisi, hə, olar. Amma nədənsə bilmirəm, torpaq çəkdi mənə. Torpağımın iyisini aldım səndən. Yerlisiniz də. Füzuli torpağımın iyisini aldım səndən. Belə deyək, ifamız olsun Həbibdən. Həbibdən ifamız olsun. Rəssam sevgilimin rəsmini gəlsək, sevgilim gözəldir, sən də gözəl çək. Nazına çatanda fırçadan əl çək. Qoy onun nazını mən özüm çəkim. Nazına çatanda fırçadan əl çək. Qoy onun nazını mən özüm çəkim. Nə fırça, nə qələm ehtiyac deyil. Hər kəsin nurunu tək Allah verir. Gözəllik ancaq ki sadəlikdədir.
her şeyi tek Allah verir. Güzelliği ancak ki sadeliktedir. Herkese her şeyi tek Allah verir. Çek onun karadan kara telini, çek onun inceden ince belini. Gözüne çatanda sakla elini. Can alan gözünü ben özüm çekim. Gözüne çatanda sakla elini. Can alan gözünü ben özüm çekim. Ya fırçana kalem ihtiyaç değil. Herkesin nurunu tek Allah verir. Güzelliği ancak ki sadeliktedir. Herkese her şeyi tek Allah verir. Güzelliği ancak ki sadeliktedir. Herkese her şeyi tek Allah verir. Ne fırça ne kalem ihtiyaç değil. Herkesin nurunu tek Allah verir. Güzelliği ancak ki sadeliktedir. Herkese her şeyi tek Allah verir. Güzelliği ancak ki sadeliktedir. Herkese her şeyi tek Allah verir. Teşekkür ederim. Həbib. Çox sağ olun, var olun. Həbib, bir papürüvi də görmüşdüm başqa efirlərin birində, kimisə verilişinə Var görə. ya, papuri de var. Oxuyasan bugün onu? Ya bundan sonra bir tane Türk mahnısı okuyacağım o O anda. filmdən olan mahnını. Yok, o başka. Hə. Əsas belə deyim də, yavaş-yavaş gəl o show biznesin toy bazarına da. Məncə Həbibdə də yaxşı alınır, hə? Mehriban, o dörtlük mahnılar, biraz oynaq ritmli Əvvəl mahnı. oldu. Mən görməmişəm, yəni. O günləri mən hansısa efirdə izlədim. Efirdə də Deyəsən bir yerdə Tolikin, olmuşam. bu arada salamlayıram mənim dəyərli dostumu. Tolikin verilişində deyəsən canlı Doğru, doğru. orada. Yo, Elzan verilişinde canlı okudum. Hə, Elcanın verilişində. Yadıma Hə, düşdü. yox, canlıdan danışmıram. Yox, canlı yox, oynaq mahnılar. Hə, bir-iki dəfə məsəl üçün də efirə düşmüşük. Orada da baxmışam ki, yəni sırf toy temaları oxumur. Toy gelirdi, mən atqaz edirdim. Yox, efirdə oxuduğum mahnılardan danışıram. Hə, yəni deyir toy mahnıları oxumursan. Bilirəm, da bilirəm, efirdə. başa Tam düşürəm. ab-havalı. Niyə oxumursan? O şeyin arzusunda deyilsən ki, Yox, bütün mən- toyda olasan, məclisdə olasan, həbimin özünə görə başqa biznesi də var. Mən bir söz deyim ki, Başqa işlərlə Hansı- bir yaxşı alının təri ilə belə çıxmasın. Təbii ki də. İşləri də var. Öz-özündə maliyyələşdirir. Yəni bunların hamısı xərc xəsarət, amma deyir hələ Samir efir üçün yazdıran mahnıları da belə. Efir üçün fərqi nədir? Efirdən də bunu yox, sevən bir mahnı kitle olacaq. hansı mahnı ki öz ürəyimə yatırsa onu oxuyuram. Biz məsələn mənə də qalsa, mənə də qalsa. Belə toy üçün 2 mahnı oxumuşam. Birinin adı Yox, ay Həbib, orada da düz fikirləşməmisən ki, özüm üçün öz beynim. Mən özüm üçün mahnı oxusam, inansam nələr oxuyaram. Biz müğənnilər özümüz üçün oxumuruq da, özün də bilirsən. üzr istəyirəm, amma bir mahnı oxudum ki, bağışla söz kəsin. Biz sevən insanlar üçün məcburuq ki, yəni onların sevdiyi mahnılar. Bir mahnı oxudum, istəyirəm o mənim cananım olsun, 3 badəm bir qoz.
O boyda xərc çəkdim, yazdırdım. Mahnı ürəyimə yatmaz, efirdə də bir dəfə oxumuşam, все. Amma belə popürlərim var. İndi əvvəllər getmədim, amma izlədiyim qəşəng idi. Gedəndə... Mən fikirləşmişdim, yəqin onu oxuyarsan bu günlər, öyle onunla başlayacaq. Yox, onu canlı oxudum axı. O canlı oxudun orada. Canlı oxudum, hə. Zəmfiraxa İbrahimovna, buradan salamlayıram. Canlı oxudum onu, minus fonogram da öyleydi o. Əvvəllər sən də verilişində canlı olurdu, qəşəng. Gətirdək, əvvəllər deyəndə kim gətirdi ansamblın, biz etiraz elədik. Hamı ansamblın gətirir bura. Söz verirəm, sezondan sonra gətirəcəm. Canlı, hə. Buradan Günel Ələkbarovanı salamlayacaq. Gələn həftə desən... Günelimiz. Onunla bir yerdə qonağıq da, bəlkə onda canlı oxuyaq. Hə, baxarıq. Ansamblundan. Günel xanımla mən buradan salamlayıram. Bayaqları baxırdı, hələ proqram başlamam. Deyir, sanmışım, başlamamışsınız. Güneli çox istəyirəm, illərimin dostudur, çox belə özünə hörmət edən bir dostu, xanımdır. Yəni, Güneli çox istəyirəm. Özü kimi adamdır. Yəni, dostluğun yoxdur, Günel ələk, pişik Günel. Hə, öpürəm, bağrıma basıram. Əlbəttə ki, çox istəyirəm Günel xanımı. Çox yaxşı qızdır, çox yaxşı xanımdır, çox. Heç kimdən işi olmayan bir xanımdır da. O da ağzından bir kəlmə çıxartdı. Bomba kimi özü sakit dayanır. Çox maraqlıdır ki, Mehriban, çox adamın sözü olay olur da. Niyə elədi? Elə bir sözü böyük olur. El arasında da belə var. Bir də baxırsan ki, adamlar belə deyir, mənim sözüm valla böyükdür, mənim sözümü həmişə böyüdürlər. Bu, məsələn, show biznesdə də müğənnilər var ki, onların sözünü böyüdürlər. Adam da var ki, qanlıq sözlər danışır. Heç onun sözünün başına ip salan olmur. Elə havada da qalır o söhbət. Günel xanım həqiqətən çox mərd insandır. Doğrudan? Valla. Dostluğumuz var deyirsən? Dostluğumuz da var. Belə, hələ mən bu sənətə gəlməmişdən qabaq da tanıyırdım. Həqiqətən çox mərd insandır. Olub bəzi insanlar elə palajiyəndə olub ki, Günel xanım kişini elə eləyə bilmədikləri hərəkət edib. Həmin insanı vəziyyətdən çıxardır. Sağ olsun. Hə, Mehriban. Mən də konuşmuram, tərgizmişəm. Doğrudan? Konuşmuram, tərgizmişəm. Kimlə dostluq edirsən müğənnilərdən indi? İndi... Belə cici bacısan da gedişin, gəlişin, bütün günü bir yerdəsiz. Yox, bütün günü bir yerdə olduğum müğənni yoxdur, açığı. Yəni, müğənnidən adama dost olmaz. Bunu açıq deyirəm. Müğənnidən müğənniyə dost olmaz. Müğənnidən müğənniyə həyatı boyu dost olmaz. Hə, haradasa belə oğlan müğənnisi ilə dostluq eləmək olar ki, o sənə bəlkə də xainlığını çəkməz. Amma yəni, müğənnidən müğənniyə dost olmur adama. Temboli hələ tanınmış simalardan gedirsə söhbət, vəbşi. Öldüm, ölmə qayıt çıxırsan da, yəni bir də oturursansa da, əgər kimləsə də fikri, beyni, ruhu, eləcə deyir ki, ay Allah, mən qaldım bu getdi, mən qaldım bu getdi. Hə, mən qaldım bu getdim, düzdür. Mehriban, indiyə qədər heç kimdən duet oxumamısan? Oxumuşam. Kimdən? İfratla oxumuşam bir dəfə. Uğurlu olub? Bəli, çox uğurlu olub. Sonra? Bir də İbrahim Borçalı ilə oxumuşam, amma uğursuz alındı. Uğursuz alındı. Bəli. Sonra bir xanımla da elədin, o da uğursuz alındı deyirsən. Hə, o da uğursuz, əslində uğursuz alındı dərkən, yəni mahnı özü çox gözəl mahnı idi. Sadəcə olaraq bəzi adamlarım həmən ərəfədə onlar da çıxartmışdı. Getdilər mahnının yiyəsindən şey elədilər, bişirilədilər. Öz ailəmizdə danışdığımız kimi deyim, mahnını vurdurdular. Bir mahnı da vuruldu sayər. O dərəcədə hər zaman tutmur. Amma belə də çox da uğurlu alınmamışdı. Yox, qətiyyən alınmamışdı, yox. Yalan durum deyim, alınmışdı, yox. Peşman oldun elə oxumaqla? Bir tək, təbii ki, peşman olmuşam, o söz yoxdur. Neysə, amma İfratla çox uğurlu alınmışdı. Hələ də sevilir, hələ də istənilir, hələ də məncə çox xoşlanılan bir mahnıdır. İfrat dostumuzdur, çox istəyirəm İfratı. Amma o günlərdə elə bir kimləsə gördüm duetimizə, bir verilişdə də qalmaqal da oldu. Kimdən? Bilmirəm, yadımda deyil. Ola bilər, keşif gedibdir. Allah rəhmət eləsin. Yəni oxumadınız, o çıxmadınız. Yox, lazım olmayan adamlarla oxumuram. Düz eləyirsən. Düz eləyirsən. Hə? Tamam, Mehriban xanım oxusun. Bir çox istəyirəm ki, incimişəm olsun. O da olmayacaq deyəsən. Hər dəfə də incimişəm. Hə. Darxıram, ürəyim gedir səndən ötürü darxıram. Yerdə bilir, göydə bilir səndən ötürü darxıram. Darxıram, ürəyim
darıxıram. Darıxıram. Kimdən ötürü darıxırsan, ay Mehriban? Yazmışam da, efirdə izləyicilərim üçün yazmışam. Dəqiq. Hamısı bir-birinə desin ki, darıxıram. Bax, bir yerə gedəndə, bax, bura gəlmirsən. Hə. Kim üçün darıxırsan? Ay, Allah qoyuş kim üçün? Kim üçün darıxacam bu dəqiqə? Dur Bu da. dəqiqə sən üçün darıxırdım ki, qaça-qaça gəlib ki, efirə çatım. Elə. Özün necəsən? Ol bilməzək adam darıxmıyor. Darıxanda darıxırsan da burada. Məsələn, mən darıxıram. Kim Bir üçün? nəfərdən ötürü. At çək, kim üçün? Ad çəkmirəm, amma deyirəm darıxıram. İçimdə bir darıxmaqlıq var. 100% Nə bağırsın. qədər danışsam da, nə qədər məsəl üçün başım qarışıq olsa da, amma içimdə bir darıxmaqlıq var. Sabah-sabah darıxmaq olur. Hə, olur da. Onun sabahı yoxdur. Ümumiyyətlə gün ərzində görmədiyin saatlarca adam darıxır axı, lazımlı adam üçün. Darıxmırsan heç? Nə bilim, vallahi, heç bir hisslər yoxdur hələ ki. Darıxmaq hissin yoxdur. Yox, başım qarışsa darıxmıram. Başım qarışsa darıxmıram. Evet, Sən evlisən subay. Mən subay. Onda belə çıxır ki, torbada bir şey var da. Oyunu var, işimizi bilək. Sən darıxırsan? Baxır, Sən verilişmə gələndə sən mənə sallam. baxır harda. Baxır harda? Baxır harda. Necə baxır harda? Harda olanda da darıxırsan. Məsələn, bu dəqiqə içindən keçir, görəsən o məni izləyir, görəsən o mənə baxır. Bu dəqiqə darıxdığın bir şey var ki, maşınımı dəyişim. Başqa heç nə üçün darıxmıram. Hə, onu fikirləşəndə onu da Elə bir həsrətdə olduğum insan yoxdur, axı onun üçün darıxım. Doğmalarım da, sevdiklərim də hamısı yanımdadır. Yanımdadır. Hamısını görürüm. O da doğru Darıxdığım o ki, sözdür də. O da doğru sözdür, iyunun bilirsən. 4-ü gələn ay, ad günümdür. Bir dənə darıxıram ki, istədiyim maşını o vaxt alım. İnşallah alarsan. İnşallah, qismət, Qapı yəqin ki keçir də, olacaq. bundan narahatam. Yəqin ki olacaq. Ayaqqabın deyəsən narahat, hə Mehriban? Ayaqqabın Yox, narahatdır. Yoxsa hər paltarın şeydə narahatdır. Yox, ayaqqabım çox. Paltarları hardan geyinirsən? Fərqli-fərqli, ümumiyyətlə, efirlərə hər dəfə başqa-başqa paltar müğənni bir paltarın da suyunu çıxardıb, 100 ildir eyni paltarla gəlir, məsəl üçün, proqramlara, gecə burada, gündüz o verilişdə, bu verilişdə. Müğənni dediyimiz, biz uşaq vaxtı gözləyirik, görək Zeynəb xanlarova nə geyinəcək əyninə. Balaca uşaq idim, hələ. Paltarlarına belə ağız açıq baxırıq, hələ oxumağa qalır bir qıraqda. Məsələn, bir neçə müğənnilərimiz var ki, baxıram ki, geyimləri, yəni... Bilirsən necədir Samir, elə bir zamaniyə gəlib çatmışıq ki, insanlar yenilik istəyirlər. Həm musiqidə, həm geyimdə, həm baxımda. Ki, mən baxım görüm Mehriban nə geyindi. Bəzi insanlar var ki, Mehriban zövqünü bəyənir. Bəzi insanlar var ki, başqa müğənnilərin zövqünü bəyənir. Hansı ki, məsəl üçün də barmaqla hesaplasan, bir 7 dənə falan qız oxuyan var ki, yəni müğənnilər belə deyək də, ki, aktiv səhifələri var, aktiv həyat sürür. Onlardan biri də mənəm təbii ki. Ona görə çalışdığım qədər, əlimdən gəldiyi qədər çalışmıram. Əslində əlimdən də gəlmir, edirəm. Yəni bir geyimi məcburən bir dəfə geyinirik. Çünki nə üçün? Bax, bugün bunu geyinmişsən. Bunu heç elə geyinməmişsən paltara? Əslində, sənə bir sözdür, bunu bir dəfə klipə geyinmişəm. Bir dəfə klipə geyinmişəm. Ona görə bugün bura geyindim ki, o da bilsən nə üçün? Bir dənə geyimim var idi, o da təzə idi. Heç yeri geyinməmişdim. Fikirləşdim ki, onu geyinsəm bir balaca daha çox dolu görsənəcəm. Paltar idi. Axşamın geyimində ayrı-ayrımısan. O uca ayrıdır. Nanə xanımlar O uca ayrıdır, hə, o uca ayrıdır. Yəni çatdırmaq da mümkün deyil. Bəs sabahları verilişdə oldun, sabaha da ayrısını geyinirsən. Hazır saxlayıram hamısını, bəli var. Yəni mağazalardan kirayə geyimlər deyil də. Kirayə geyimlər bilirsən necədir? Artıq kirayə geyimlər bəlli bir ölçüdədir. Bir də görürsən ki, kirayə geyimlərin çoxu açıq olur, çox qapalı olmur. Mən də çox açıq geyinməyi sevmirəm. Əvvəldən sən deyəsən geyinməmsən. Yox, açıq geyinməyi sevmirəm. Yəni qapalı olanda daha çox insan daha maraqlı olur. Mən belə fikirləşirəm. Həm də rahat olur, bəli. Və mən rahat oluram. Harasa bir toya gedirəmsə, ürəklə o belə bir deyim də, ortaya çıxıb rəqs eləyəcəmsə, ürəklə o kişilərin də, yoldaşlarının yanında, qadınların yanında rahat oynayıram, rahat hərəkət eləyirəm ki, ay qolumu qaldırdım, qolum görsəndi. Ay, məsəl üçün də yarıqlı geyindim, yarıqdan qılça bura qədər açıq, sinə bura qədər açıq, kürək bura qədər açıq.
nə bilim, qolunu buradan açıq, da bağlı yeri yoxdur, elə parkda bir dənə ortasını tutur. Var belələri, çox narahat olma Ona var. görə də çalışdığım qədər, yəni hamısını geyimlərimi tikdirirəm. Lazım olanda alıram. Bunu almısan, tikdirmirsən? Yox, bunu tikdirmişəm. Qəşəng tikiblər onlar. Hə. Bir də sən, inşallah biz iyun ayında sizlə, sonra bir başqa bir qabaqçanı demirəm, bizim ola bilsin ki, Qazaxıstan səfərimizdə oldu. İnşallah. Onun danışıqlarını aparıram ki, orada sən olasan, Anar Qasımzadə ola. Mən buradan Qazaxıstanda yaşayan soydaşlarımıza salamlayıram. Biz də salamlayırıq. Xüsusən də Gülə xanımı salamlayıram. Bizim dəyərlimiz, ürəyimiz. O qədər gözəl bir xanımdır Gülə xanım. Yəqin haqqında eşitmirsən, Şəbnəm Tovuzlunun dostu, Aşıq Zülfiyənin dostu. Biz artıq 2-ci, 3-cü ildir ki, mən Orta Asiyada, məhz Qazaxıstanda, Şimkət şəhərində oluram o konsertlərdə. Minnətdarlığımı bildirirəm. İndi planımızda sən də varsan. İnşallah. İnşallah ki, bunu yaxın bir müddətdə Canlı-canlı görərik. Gerçəkləşdirəcəyik. Gülə xanımı öpürəm, bağrıma basıram. Çox dəqiq, çox dürüst, çox o cür şükür Allaha. Nə bilim, Allah ondan da artıq eləsin. O cür hər şeyin qabağında uşaq kimi sadə bir xanımdır. İnsan sadə olmalıdır da. Elə bir xanımdır. Valla sadə olmalıdır. Yəni mən hər zaman deyirəm, onda da hamıda da iki göz var, iki qulaq var, bir burun, bir ağız var. Bizdə də, səndə də, onda da, bunda da. Yəni bizdə insan sadə olmalıdır. Nə qədər sadə olsan, o qədər yüksələcəksən. İnsanın elə gözəllik sadəliyindədir. Sirkə nə qədər tünd olsa öz qabını. Amma mən belə baxıram ki, yəni insanların şeyinə görə deyirəm, amma efirdən daha çox itici görsənirəm, daha çox sadə görsənmirəm. Amma canlı həyatda kimsə məni görür. Məsəl üçün yol gedirəm, mağazaya gedirəm, harasa gedəndə görürlər, deyir, ay Allah, sən həyatda tamam fərqlisən. Ekran qarşısında tamam fərqlisən. Bəli. Var belə adamlar. Efirdən özlərin bir sənətlər, yekəxana görsənirlər, özündən razı görsənirlər, belə egoist görsənirlər, özünü sevən görsənirlər. Amma əslində onları yaxından tanıyanda görürsən ki, məsələn, əslində elə görsənən insanlar elə deyil. Elə deyil. Hə, vallahi. Həqiqətən elə deyil. Mən bir dəfə bizim xalq artistimiz, buradan salamlayıram, mənim illərimin dostu Mələkə xanım Əsədovanı. Mələkə xanım da efirdən elə görsənir. Elə bilirsən ki, özündən çox razı, mən belə filan. Amma məsələn, Mələkə xanımla dostluq edən adamlar, yəni bu balaca uşaq xarakterli adamdır adam. Belə xarakterli adamdır. Əslində, ön yargılı olmamalısan da, insanı yaxından tanımalısan. Bir də yadımdan çıxmamış deyim. Bu yaxın vaxtlarda, bilmirəm, TikTok'dan mı, Instagram'da qabağıma çıxdı. Bir Türk televiziyalarının birində, qardaş ölkəmizin kanallarının birində bir psixoloq çağırmışlar proqrama. O hissəndə kəsib TikTok'da paylaşmışlar. Bəlkə də sizinlə qabağınıza çıxır. Deyir ki, səmimiyyət. Həddindən artıq səmimiyyət deyir, lazım deyil. Məncə də. Həddindən artıq səmimiyyət insana baş ağrısı gətirir. Həddindən artıq sadəlik insana doğrudan da şey gətirir. Onun deyimi ilə deyirəm, amma belə alçaqlıq gətirir. Elə bil, yəni hörmətsizlik gətirir adama, nə mənada alçaqlıq, belə aşağı İnan ki, bəzi zamanlarda həqiqətən elədir. Həddindən artıq yemək adama dərd bəla gətirir. Kilo alırsan. Ümumiyyətlə, həddindən artıq hər şeyin, həddindən artığı. Bax, həddindən artıq adam var ki, bir-birini sevir, dəli kimi. Gəl ki, bunlar yola getmirlər, bütün günü bir-birini qırırlar. Onu, bunu. Amma əslində sevirlər bir-birlərini. O aşırı qısqanclıq ki var, o həddindən artıq, o dozasından artıq olanda... Bu söz biraz tanış gəlir. Doğrudan. Həddindən artıq olanda... Biraz tanış gəlir, hə. Mirvə xanım, belə də, elə bir dozasından artıq olanda, o qədərindən artıq. Hə, mənə Qadın bir sıxmaq... söz var, deyir ki, həddindən artıq yəqin çox istəyirsən ki, Allahın acığına gəlir, bəlkə də ola bilər. O da ola bilər. Mən bir dəfə Nazilə Səfərli də onu demişdi, bizim müşahirəmiz, salamlayıram. Yəni, həddindən artıq, hər şeyin həddindən artığı baş ağrısı gətirir. Məni sevin, qoyun Allah'ım. Həddindən artıq çox sevin. Qısqanclıq var ya. Kişinin qısqanmağı mənə çatmır. Necə kişinin qısqanmağı? Kişinin qadını qısqanıb sıxmağı mənə çatmır, heç çox. Qısqanclıq hissi yoxdur səndə? Var, niyə yoxdur? Bəlkə də dəli kimi qısqancam, amma öz üçün bir üzə vermirəm. Amma bir üzə vermək zəiflikdir. Onu bir üzə verməmək olar. Valla, onu kiməsə bir üzə verirsənsə, qadını sıxmırsan, ki, həmin adamı həyatı baş salsan.
kiməsə qısqanırsan. Ay, yox, sən Yox, vallahi, yəni Səndə məsələn necədir o mən qısqanclıq hissi? qadını mən heç vaxt qısqanıb sıxmaram. Onu bezdirmərəm. Onu bezdirirəmsə deməli özümdən qaçırtmaq istəyirəm. Çoxsu da qaçır belə olanda. Qadın əsəbləri- kəpənək kimi bir şeydir qardaşım. Onu çox sıxırsan ölür. Kişini də çox qısqananda kişi qaçır. Həyat yoldaşlarımızı çox qısqanır. Bəli, o düzdür, onunla razıyam. Çox qısqanırsa, çox yorursunuz, çox üstlərinə gedirsiniz. Mən ümumiyyətlə qısqanc insanam, hədsiz dərəcədə qısqanc insanam. Yəni bu qısqanclığı bilsəm ki, nəyinəsə götürəcəklər, yəni onu mən onu götüzdürərdim, yəni həqiqətən. Sən özündə də var, hə, deməli bu? Özümdə var, yox. Deyirəm ki, aşırıdır dərəcədə. Hətta dostumu belə qısqanıram da, yəni o dərəcədə, yəni o qədər Paylaşa qısqancam. Allah özü kömək olsun. Həqiqətən elə. Kişilər həqiqətən də qısqanılanda, sıxılanda qaçır. Yəni məni çox qısqansınlar. Bezdirəm, qaçmaq istəyirəm, rahatlıq Qaçmaq istəyirəm. istəyirəm. Bəs Mehriban sən? Xoşun gəlir sən kimsə o dəli kimi qısqansın. Tutaq ki, həyatında olan. Ümumiyyətlə, xoşu gəlməyən insan yoxdur. Kimsə dəli kimi qısqansın kimsə. Ondan hamının xoşu gəlir. İntihası bəlli bir zamandan sonra insan baxır ki, xoşun gəlsə belə, sənə oradan zərər gəlir də, ziyan gəlir. Yəni, aşırı qısqanclıq həqiqətən insana zərər gətirir. Bütün əsəbdir, nervidir. Amma neyinəm, məsəl üçün, Adamın əlində olmayan bir şeylərdir. mən Adam məsəl üçün 2 gündə yerdə içindən yatıram. Mən 2 gündə əsəbdən yerdə yatıram. Durdum və həyata həqiqətən deyirəm, Samir, bəlkə də tam səmimi deyirəm buradan, inanmazsan. Mən həyatımda çox xəstələnən qadın deyiləm. Hər hansı ağrıyarsa da onu heç vaxt kiməsə büruzə vermərəm ki, bugün mən evimdəki anama deyərəm, atama deyərəm, belə də yəni. Həyatımda birinci dəfə idi ki, mən xəstələnib özümü cəmləyə bilməməyi hiss elədim. Durdum, başım ancaq fırlandı. Ancaq fırlandı. Özümü cəmlədim ki, düzələcəm də. Yəqin ki, təzyiqim düşüb. Belə fikirləşdim ki, təzyiqim düşübdür. Skoru çağırdılar, gəldi, qayıtdı ki, üzümə baxan kimi. Səndə təzyiq yoxdur, səndə təzyiqdən deyil. Ölçdü, gördü ki, təzyiqim Saat kimi, kosmonavt təzyiqi. Hə, yerindədir, hər şey əladır. Nə olubdur, ancaq baş fırlanır. Baş fırlanırsa avtomatik, mən bilmirdim. Fırlanmanın nəticəsində də başdan da ürək bulanma verir. Dayanıram, baş fırlanır, özümü tulluyuram ki, ay Allah öldüm, ay Allah öldüm, mən qoymayayım, başım fırlanır da. Cəmləyə bilmirdim özümü. Dedim, bəlkə yaxşı olaram da, skoru iynə zad vurdu, gördüm, yox, o deyiləm. Durdum, inanırsan, 5 dəqiqənin içində qaçdım, özümü atdım həkimin üstünə ki, həqiqətən deyir, dəhd varsa dərman da var da, Allah dərman versin, belə deyək. Getdim həkimə, həkim dedi ki, dəhşətli stres, əsəb, artıq sənin əsəblərin sənə şey verir ki, xəbər verir ki, bundan sonra özünü qorumalısan. Bundan betərləri də ola bilər də, yəni sənin üçün. Hə, yəni məcazi mənada mənə başa saldırdı ki, yəni çox pis vəziyyətdəsən, əsəblərin çox gərgindir. Siz müalicə olmursunuz? Artıq müalicə olmuram. Mütləq. Və gec yatmaq, bir də onu önə dedi ki, qətiyyən gec yatmaq. Ən azı 7-də yatırsansa 3-də yat, 4-də yat. Mən saat 11-də yatıram normal. Xoşbəxtsən, mən dünən gecə 4-ün yarısı yatmışam. Yata bilmirəm də, ay başıva dönüm, yata bilmirəm. O qədər alışmışıq ki, mən stresdən saat 7-də yatıram, 8-də yatıram. Axşam? Səhər. Səhər, mən də 4-ün yarısı, 5-in yarısı. Baxıram, işıqlanır, ondan sonra gedib yatıram. Mən deyən də səhərə qədər, indi iş olanda, məsələn, toydan gəlim, məclisdən gəlim, ay Allah, neyiniyim? Dəxilsiz şeylər eləyirəm evdə. Hamı yatıb, nəsə hazırlayıram. Saat gecə 3-də 4-də kim nə yiyəcək? Bir-iki də olub, yoxumdur. İndi səhər verilişə gəlirəm. Niyə elədim ki, yatam? Bax, ora fırlanıram, bura fırlanıram. Kinoya baxıram, gözüm ağrısın ki, yuxum gəlsin. Dururam ayağa. Elə ki, Allah mənə içərdən bir nəsə verir. Hörlənirsən, durmalısan ayağa. Onlar hamısı qısqanclığın səbəbləridir, hə? Bilmirəm, ola bilər əsəb verir. Tamam. Baxın, bir sual verim üzr Hə, vaxtımız azdır. Niyə görə qısqanırsınız ki? Qısqanclıqdan getmir söhbət, əsəbdən O gedir. qısqanclıqdan əsəblər. Sevgidən də, sevən adam qısqanar da. Yox, bir söz. Ya, sevirsən. Sən gözlərdən o sevginin Qısqanclıq mənim yaralı yerimdir. Yenə də başladın, düz danışmışsan. Baxın, bunun gözün yaxından çək, operatorumuzun adı nədir? Mənim gözümü çəkməyin, yox. Nihat, oğlunun adası. Mən buradan qızımı öpürəm, babasını, qızımı sevirəm.
Bax bunun gözündən o sevgi hiss olunur. Sevirəm. İşığın buralara Məni düşür. sevən bütün insanları sevirəm. Məni sevən Yox, o sevgi bütün deyil o. fanatlarımı O sevirəm. sevgi deyil o, bu başqa Məni sevən sevgidir. bütün cavan oğlanları, cavan qızları, cavan gəlinləri, nə bilim, cavan ailələri, Yaşlıları ataları, da seçin, anaları, yaşlıları hamısını sevirəm. Hə, yaxşı. Samir, o qısqanclıq mənim yaralı yerimdir. Mənim üzr istəyirəm, ailəm ona görə dağılıb da. Yəni o qısqanclığa görə uşağımdan ayrı Azıyam yaşamışamsa, yəni bu dəqiqə Azıyam. ona görə itirəcəyim. yanımda falan, gəl, Az gəl. sağ ol. Gəl. Sən ağzı Bir kadeh ya da bir tek sigara anlatırdı derdimi sana. Hüzün dolu sessiz geceler, sen yokken dost olurdu bana. Bir kadeh ya da bir tek sigara anlatırdı derdimi sana. Hüzün dolu sessiz geceler, sen yokken dost olurdu bana. Yok istemem sensiz geceyi, artık gelmelisin sen bana. Hissetmeyi, o sevgiyi, şimdi vermelisin sen bana. Dönmelisin, görmelisin, artık seni sevdiğimi bilmelisin. Sevmelisin, sen bilmelisin, artık benim olduğunu bilmelisin. Dönmelisin, görmelisin, artık seni sevdiğimi bilmelisin. Sevmelisin, sen bilmelisin, artık benim olduğunu bilmelisin. Bir kağıt ya da boş bir satıra anlattım yalnızlığı sana. Sevgi dolu sensiz geceler artık hatıra oldu bana. Bir kağıt ya da boş bir satıra anlattım yalnızlığı sana. Sevgi dolu sensiz geceler artık hatıra oldu bana. Yok istemem sensiz geceyi, artık gelmelisin sen bana. Hissetmeyi, o sevgiyi, şimdi vermelisin sen bana. Dönmelisin, görmelisin, artık seni sevdiğimi bilmelisin. Sevmelisin, sen bilmelisin, artık benim olduğunu bilmelisin. Dönmelisin, görmelisin, artık seni sevdiğimi bilmelisin. Sevmelisin, sen bilmelisin, artık benim olduğunu bilmelisin. Teşekkür ederim Həbib, çox gözəl. Rica xoşuma edirəm. gəldi, maşallah. Görmelisin. Sevməlisən. Hə, bu arada Mehriban, bu incimişəm özümdən deməli Elçin Məhrəmov mahnısıdır da, hə? bəli. Elçin Məhrəmov mahnısıdır. Sırf özün mahnısı yoxsa plagiat da o da hardansa götürməli, bilmirsən? Yox, musiqini özüm tapmışdım, xoşlamışdım. Musiqi özüm vermişdim ki, bu musiqinin üstündə Bilirsən, istəyirəm. Əfqan musiqisidir, hə? Hə, amma sözlər təbii ki, plagiat deyil. Təbii ki, özü yazıbdı, öz beynindən gələn, ürəyindən gələn. Gözəl Düzdür, oxumusan. özüm sözlərini dedim ki, məsəl üçün də o soruşur ki, özəl istədiyin hansısa bir sözlər varmı? Bir balaca başa saldım ki, bunu istəyirəm, bunu istəyirəm, bunu istəyirəm. Yəni o sözlərdən götürdü, oxuduq. Elə bil ki, yəni o mövzuda, o sözdə, bax, belə deyim də, o mövzuda şeir yox idi. İncimişəm özümdən, Sənin üzündən. sənin üzündən. Elə bil ki, nə bilim, çox gözəl alındı da. Bax, o mahnını istəyirsən hansısa xalq artisti oxusun, istəyirsən onu kim oxuyur oxusun. Sən o mahnının möhrün vurdu. O mahnı
sənin adınla bağlıdır mahnıda. Bilirəm Samir, sağ ol, Kim Allah köməyin oxuyur, olsun. Amma oxusun. elə sənət yoldaşlarımız var, elə sənət adamları var ki, yəni böyüyündən kiçiyinə kimi deyirəm də, yəni böyüyü də olub, kiçiyi də olub, yəni Hə, bilsiz, inşallah ki, qurban olum Allaha, mənə o deyilən bəzi sözlər var idi ki, fərq deyilən, nə bilim, nəsə qoyulan, inşallah onlara deyilsin. Mən onlara heç nə demirəm. Sadəcə olaraq mənim yaşadıqlarımı Allah Taala da onlara yaşatsın. Onu da hiss eləsinlər. Yəni pis olmuşdum, belə deyim. Təbii ki, pis olmuşdum. Sənət adamlarının bəziləri var idi ki, həqiqətən bəziləri var idi ki, mənə qarşı çox haqsızlıqlar elədilər. Mən haqsızlıq da demirəm. Əgər eyni qabdan yemək yeyiriksə, biz heç birimiz ayrı-ayrı deyilik. Heç kim özünü çəkə bilməz. Allah ki, bugün dalaşırıq, gözümüzü açırıq ki, sabahların eyni məclisdəyik, boşqablarımız yan-yanadır. Eyni qazandan yemək yeyirik. Əslində, ruzunu verən Allahdır. Allah Taala. Mehriban, o mahnı sənin üçün hər şey dedi. Sənə dostla düşmənləri də tanıtdı. Bəli. O mahnı sənə. İndiyənə qədər belə çıxmasın, məni istəmirsənsə, xeyir olsun mənim mahnımı oxuyursan. Adama sual verərlər. Sağ olsun, qurban olun. Elə böyüklərimiz var ki, onu başa düşdülər də. Yəni, bizə nətərdir, qurban olun. Məsələn, Ağadadaş Ağayevi biz buradan salamlayırıq. Çox-çox sağ olsun. Keçən dəfə efirdə həqiqətən, yəni burada da deyə demirəm. Yəni, sənə görə zəng vurmuşdu. Sənə görə zəng vurmuşdu, düzdür. Orada məni də gördü ki, mən də efirdəyim. Mənə nə xoş ki, o mənim mahnımı eşidibdir. Mənə nə xoş ki, məni dinləyib. Mənim haqqımda sözləri dedi. Yəni, valla, Allah Taala elə böyüklərimizi başımızın üstündən əski etməsin. Yox, adama sual verərlər. Ağadaş müəllim buradan öpürəm, maç edirəm, məni də çox istəyir. Adama sual verirlər, məni istəmirsən, xeyir ola mənim mahnımı oxuyursan. Başıma mahnı qəhətdir. Demək ki, tutuzdura bilməmsən. Demək ki, indiyənə qədər oxuduqların uğursuzdur. Mən sənə bir söz deyim mi? Buradan deyirəm də, belə də üzlərinə də deyərəm, heç vecimə də deyəcəm də, vaxt gələcək onu da deyəcəm. Allaha qurban olun, bu boyda sənətinə heç nə əməkdar artist vermirlər, nə də xalq artisti vermirlər. Mən bir dənə söz deyim, mən özümə sığışdırmaram heç vaxt, yəni özümə həyatıma sığışdırmaram ki, hansısa müğənnini mahnını bu gün oxusun, bu gün çıxarsın, mən sabah tez onu götürüm oxuyum. Olmaz. Demək ki, sənin özündə bir uğursuzluq var da, adama deyərlər. Bu insan oxuyub da bunu da, sevilib bu. İndi oxumaqdan onu vurmaq istədilərsə, amma əksinə qaldırdılar. Qaldırdılar. Yəni, nə oldu? Yenə pislik özümüzə qaldı, həqiqətən. Kimdən oxuyubsa? Mehriban, o musiqindən mən də istifadə eləmişəm. Bir şeir yazdırmışam, indi o şeiri ilk dəfədir burada deyirəm, 2 gün qabaq. De görüm arladassan mı bizi? Bilmirəm, inanırsan mən də tam eşitməmişəm hələ bu şeirimizi. Bizim çox dəyərli deməli polis mayorumuz var. Köhnə deməli komandir olub Ayda xanım, Ayda xanımın şeiridir. Buradan mən Aşıq Zülfiyənin üzünə tanımışam o gözəl xanımı. Hər ikisini salamlayıram. Özü bir məclisdə demişdi, Zülfiyə xanım mən Ramazanda dəvət eləmişdi. Orada dedi, ürəyim getdi o şeir üçün və bugün də istədim ki, o şeir məndən sizə gəlsin. Baxma yabancı tək üzümə mənim. Mən həmin adamam. Mən o adamam. Çoxdandır görmürsən üzümü mənim. İndi mən sənin üçün bir yad adamam. Mən həmin adamam. Mən o adamam. Bəlkə də könlündə yad yuva salıb, qırılıb əllərim qoynumda qalıb, dikilib gözlərim yolunda qalıb, çoxuna kənardan mən şad adamam.
mən həmin adamam. Mən o adamam. Bəxtsiz taleyimdə nələr yaşadım. İllərlə mən sənsiz mələr yaşadım. Gözlədim mən səni, gələr yaşadım. Bax belə həyatı bərbad adamam. Mən həmin adamam. Mən o adamam. Mən sənin gördüyün o mərd adamam. Mən həmin adamam. Mən o adamam. Mənim adamam. Şeirimiz burada yox idi bayaqları. Biraz oldu. Bəyəndin şeiri? Mən həmin adamam, mən o adamam. Ha, əlbəttə ki. Çox bəyəndim. Ayda Xeyirli xanımın olsun. şeiridir. Sən də musiqindən Ağlamaq istəmirdim. Gəldi, dedim dana qayıt. ağlama. Sənə ancaq gülmək yaraşır. Qəşəngdir. Səni mən çox istəyirəm. Sağ ol. Çox Mehribanla dalaşmışıq, qırışmışıq. Deyir, nə uşaqlıq səfə. Adam baxır. İnanırsan o deyirdilər ki, nə peşmançılığa, nəyə görə, kimə görə. İndi həqiqətən olur da belə adamın səhvləri deyirsə, heç dəyməzmiş, çox belə, nə bilim. lazımsız adamlara dəyməzmiş. Dəyməzmiş, həqiqətən. Hə, lazımsız adamlara. Bilsən, insan bəzi zamanlarda tanımır qarşısındakını. Elə insanlar var ki, inansan rola girirlər. Sənin yanında bir başqa Bir danışır. başqa, bəli. Mənim yanımda bir başqa danışır, rola girirlər. Özlərini Ona onu da görə də bacarmaq özlərini- lazımdır. Ona görə də özlərini tapa bilmirlər də. Bacarmaq da illərlə. lazımdır, qurban olmaq. Neynəsələr də tapa bilmirlər ki, bilmirlər. Bizim sponsorlarımızla bağlı şifahi məlumatımızın vaxtıdır, əziz tamaşaçılarımız. Demək, Emin, dünənləri sənin bacının qızı ürəyimdə qalıb, dünəndən. Adı nə idi onun? Adı nədir gözəl balamızın? Zəhra balamızın dünənləri doğum günü olubdur. Bizim efir rejissorumuz Emil bəyin bacısının qızıdır. Elə anasının adından, atasının adından, nənə, babaların adından, dayısı Ümidin adından təbrik edirəm. Mən də təbrik edirəm. Böyük qız olsun. Allah uzun ömür, can sağlığı versin, bəxtin gözə eləsin. Mehriban, gözəl balamıza nə deyirsən? Allah saxlasın, Allah qorusun, analı, atalı, nənəli, babalı, dayılı, əmili, xalalı böyüsün inşallah. Amin, Yəni, amin, onlarla böyüyəndə daha maraqlı, Bəli, ən gözəl bəli, həyatı bəli. keçəcək Emin məncə. dəyərli qardaşdır. İzləyək, Emin, izləyək, davam edərik. Hörmətli tamaşaçılarımız, proqramımızın baş sponsoru Milan VIP Hospitalıdır. Bilirsiniz ki, Milan VIP Hospitalında xüsusi aparatlarla müalicə həyata keçirilir və bütün xəstəliklərlə bağlı robot test müayinəsi məhz Milan Hospitalındadır. Bugün Milan Hospital ölkəmizin ən qabaqcıl klinikaları sırasındadır və Milan Hospitalda stasionar şöbə də fəaliyyət göstərir ki, yatış üçün də xəstələrimiz o şəraitdən yararlana bilərlər. Digər sponsorumuz Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən Agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Hərzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Emil, nə qədər vaxtımız qalıb?
İfa ilə reklamlara keçir. Mehriban xanım nə olacaq da, hə? Mehriban, çox təşəkkür edirəm gəldiyinə görə. Mən istəyirəm həmişə yanımızda olasan. Bugün bilirəm ki... Saadından xəbərimiz olmadı, həqiqətən. Qeybət çox oldu. Bilirsən, yox, qeybət deyil, özümüzdən danışmışıq. Biz heç vaxt heç kimdən danışmırıq. Bir şey var, deməli, istəyirəm yanımda olasan. Səni çox istəyirəm, tez-tez yanımda olasan. Dünənləri redaktorumuz deyir ki, Mehriban deyir, təzə ol, bax sənə. Deyirəm, yox, təzə ol. Heç bir müğənninin o gəlmə tarixinə baxmamışam da. Deyirəm ki, yox, 3 həftə bundan qabaq olub, bu artıq 1 aydır yoxdur verilişimizdə. Deyir, təzə olmuyor Mehriban, deyirəm, yox, təzə olmuyor. Mən darıxmışam, istəyirəm. Bugünü də sən özün istədin. Biz əslində birinci gün görüşməliydik. Hə, düzdür. Hə, bugün bilirəm, gərginsən, buradan çıxıb başqa efirə gedəsən, amma qoy olsun. Həbib, sənə təşəkkür edirəm. Çox sağ ol, mənim əziz dostum, qardaşım. Səni də çox istəyirəm, biz dostuq. Bu efir, nə bilim, sənət məhət, bunlar bir qıraqda qalsın, amma əslində biz dostuq. Yoldaşıq, sirdaşıq, dostuq, çörək kəsmişik. Mehriban, sənə də təşəkkür edirəm. Mən təşəkkür edirəm. Sən Atava da mənim elimə buradan xüsusi salamlar göndərirəm. Allah uzun sağlığı versin. Var olsun. Sənin İfanla, əzizim, biz ayrılırıq reklamlara. Reklamlardan sonra heyf deyəcəm, qonaqlarımız burada olmayacaqlar. Buyur. Gizlederim seni gözümün karasında, iki taşın arasında. Taparsan beni dünyanın harasında, iki taşın arasında. Gizlederim seni gözümün karasında, iki taşın arasında. Taparsan beni dünyanın harasında, iki taşın arasında. Hara gittim, hara neyledim, dert mene güman oldu. Hiç üzülme yine üzülme, yine sana olan oldu. Bir defa güldürmedi beni, ne de mehriban oldu. Artık ətrində duyulmur, otağımın havasında. Gizlederim seni gözümün karasında, iki taşın arasında. Taparsan beni dünyanın harasında, iki taşın arasında. Gizlederim seni gözümün karasında, iki taşın arasında. Taparsan beni dünyanın harasında, iki taşın arasında. Belki de benden uzaklara üz çevirip gittin. Ben görmek istedim seni, gözlerimden ittin. Ele dağ çektin ki zalim, paramparça ettin. Özün yoksan izin var kalbimin yarasında. Gizlederim seni gözümün karasında, iki taşın arasında. Taparsan beni dünyanın harasında, iki taşın arasında. Gizlederim seni gözümün karasında, iki taşın arasında. Taparsan beni dünyanın harasında, iki taşın arasında. Gizlederim seni gözümün karasında, iki taşın arasında. Taparsan beni dünyanın harasında, iki taşın arasında. Gizlederim seni gözümün karasında, iki taşın arasında. Taparsan beni dünyanın harasında, iki taşın arasında. Belə, əziz tamaşaçılarımız, sabaha qədər sağollaşıram. Siz sağ, mən salamat. Özünüzə yaxşı baxın. Hələlik.